maddənin hansı xəstələrin müxtəlifliyinə əsaslanır? Distillərlə ayrılma üsulu maddənin hansı xəstəsinin müxtəlifliyinə əsaslanır? Distillər üsulu hansı üsuldur? Distillər üsulu müəllim, bir dəqiqə. Göstərir. Maye qarşılığı. Mesela etik spirtdən suyu qarşılığı. Etik spirtdən müəllim suyu ayırmaq üçün bir qab kimi bir şey var ki, istilik vururlar, spirtdə az aldığına görə bu tez yox olur da, buharlanır. Su alma qalır, tələ ayrılır. Baxın, fərz edək ki, bir qabımız var, onun içərisində spirt var və su var. Spirtdən su bilirsiniz ki, eyni cinsli qarşılıqdır, düzdürmü? Yəni, onları biz görmürüz və spirtin neçə faizi biraz yaxın gəlib etməmişsin. Spirt bilir ki, eyni cinsli qarşılıqdır, doğru mu? Eyni cinsli qarşılıqdır, çünki biz təbabətdə də spirtdən istifadə edirik. Biz onu görürük ki, onun içində spirt ayrılır mı, su ayrılır mı, çünki bir-birinə həll olur və gözlə görülə bilir onun tərkibində spirtin olmalı. Biz bunu necə ayıra bilərik? Deməli, bu bir aparat distillə aparatına qoşursan, distillə aparatında birinci burada müəyyən bir temperatur, peç qoyulur, müəyyən bir temperatur verir. Həmən temperaturda spirtin qaynama temperaturu neçə dərəcədir? 70 dərəcədir. Suyun qaynama temperaturu 100 dərəcədir, düzdürmü? Qaynayanda 100 dərəcəyə gəlib temperatur çatana qədər 70 dərəcədə spirt gəlib buxarlanır, düzdürmü? Buxarlanır, gəlib burada bir xaladenik yerləşdirilir, soyuducu. Həmən bu soyuducuda bu buxarlanır, çevrilir qaz halına. Spirt nə halındadır normalda? Maye halındadır, düzdürmü? Maye halındadır, bu qaz halına çevrilir. Qaz halına gəlib bu xaladeniyə gəlib çevrilir, yenidən təzədən maye halına çevrilir. Burada necə olur? Bax, görürsünüz pəncərə şüşəsində, evdə məsələn qaynayanda görürsünüz pəncərə şüşəsində damcılar baş verir, düzdürmü? Bu nə deməkdir? Su buxarlanır, buxarı soyuğa, yəni pəncərə soyuğa olur, axı küçədən gələn soyuq. Həmən soyuqlardan təkrar keçir qaz halından maye hala. Həmən bu gördünüz burada su damcıları baş verir, bu spirtdir. Həmən su damcıları gəlir buradan, aparatdan dökülür bu spirti biz ayırmış oluruq. Amma ta ki 100 dərəcəyə qədər, 100 dərəcədə artıq su da buxarlanır, onu uca saxlayırıq ki, biz spirti yığa bilək, düzdürmü? 90 dərəcə olsa Arsan, götürdük, deməli, onda biz burada nə fərqliyi gördük? Biz spirtdən suyu nəyə əsasən ayıra bildik? Nəyə əsasən ayıra bildik? Normal, bunda spirtdə az bir dəqiqə var. Burada qaynama temperaturu Qaynama temperaturu az olur, bu tez buxarlanır. Deməli, qaynama temperaturunun müxtəlifliyinə əsaslanır. Birinin qaynama temperaturu 70 dərəcədir, birinin qaynama temperaturu 100 dərəcədir. Qaynama temperaturu müxtəlifliyinə əsasən biz ayırdıq və nəticədə burada maye alınır, o məndə spirti götürdük və spirt özü ayırır. Deməli, distilin su ayırmasına hansı xassəyə əsaslanır? Qaynama temperaturunun müxtəlifliyinə. Qaynama temperaturunun müxtəlifliyi bizə nə demək? Yəni, müxtəlifdir də. Suyun qaynama temperaturu 70 dərəcədə, suyun qaynama temperaturu 100 dərəcədə. Aydın uşaq? Müxtəlif Ay, sağ ol. Buyur, Güzrəm. İstəyirsə üçümüzə çıxart, müəllim. Yoldaşlarımızın bilmədiklərini bir-birimizə... Yox, gedək, ayrı. Yaxşı, durutma ilə ayrılmasın hansı maddə xəstələrinə əsaslanır? Durutma ilə müəllim. Misal üçün, bir suyun içində qum tökülübdür. Bir müddətdən sonra qum, belə deyək də, lil olur da, palçıqlı. Bir müddətdən sonra çökür aşağı, təmiz su yuxarıdan olur da. Məsəl üçün, yemək pişirəndə ki, demişsiniz, müəyyən vaxt keçirdən sonra yeməyin üstünə gəlir. Niyə elə baş verir səncə? Çünki yağdan su eyni şeydə deyil da, bir dəqiqə mən. Yağdan su necə qarışıq uşaqlar? Göstərədir. Heterogen emulsiya qarışıqdır və yağdan suyun sıxlıqları fərqli olduğuna görə müəllim, yağ suyun üzündə qalır. Sağ ol. Yağla su heterogen qarışıqdır, yəni bir-birinə həll olmayan qarışıqdır və yağın sıxlığı, yaxın gəlir, yağın sıxlığı suyun sıxlığından azdır. Ona görə biz yeməyi pişiririk, müəyyən vaxtda o durulur, su ağır olduğu üçün su çökür dibə və yağ sıxlığı az olduğu üçün, yəni sıxlığı az olmaq maddə yüngül olmaq deməkdir. Yağ isə qalır üzdə, düzdür? Yüngül olur. Yəni bunların nəyin müxtəlifliyinə əsaslanma durutmasını sıxlığı. Biz ona görə məsələn yeməyi yağını yığa bilərik və yaxud da ki, sütü qaynadırıq, müəyyən vaxtdan sonra görürük ki, sütün üstündə qaynaq belə yağ. Onun da sıxlığı çox olduğunu görə, yüngül olduğunu görürsən. Sağ ol. Qaynağın sıxlığı sütün sıxlığına yüngül olduğu üçün özə yığılır, biz onu yığa bilirik, düzdürmü? Yəni bu da demək durutmasını ayırmasını hansı əsaslandır? Durutma ilə ayrılma üsulu. Ayrım. Yağla suyun nələri fərqli oldu? İçində sıxlığının fərqli. Sıxlıqlarından müxtəlifliyə əsaslanır. Əla, super. Yaxşı. Xromatoqrafiya ayrılma üsulu. Xromatoqrafiya üsulu hansı üsuldur?
xromatoqrafiya. Kim deyər? Nə göstərə? Xromatoqrafiya mən absorpsiya udulaqamız əsaslanır. Məsələn, bir vərəqin üzərinə mürəkkəb tökülübdür. Burada mürəkkəb bir müddətdən sonra müəyyən rənglər üzrə yəni rənglər yaranır orada. Bu xromatoqrafiya üsuludur. Bundan bəzi bir proseslərdən istifadə edirlər. Bax, fərz eləyək ki, bura su doğaldır, düzdürmü? Biz həmən dəqiqə nə edirik? Salfetkanı gətiririk, suyun üzərində. Salfetkanın suyu Uçururuz, uçma hadisəsi, absorpsiya hadisəsinə əsaslanır, düzdürmü? Xromatoqrafiya hansı xassəyə əsaslanır? bayaq dediyimiz kimi udma. Absorpsiya xassəsinə əsaslanır. Düzdür. Sonra qarışıq var, həm dəmir var, həm kükürt var səncə. Onu biz necə ayıra bilərik? Dəmirlə kükürt verir ki, yanıcı bir maddədir, yanıcı. Bax, biz o vaxtı, indi bilmirəm, indi istifadə edəcəyik, yox, bizim o vaxtı bir maqnitlərimiz var idi, dəmirə belə. Bəli, deyirlər, mən dəmirlə kükürt verək, maqniti üstdən tutacaq, dəmiri çəkib və ayıra bilər. Deməli, maqnitlə təsir etməklə. Okey, əla. Sonra, yaxşı, şəkərlə su qarışığını necə ayırmaq olar? Şəkərlə Su, aha. Müəllim, bir dəqiqə şəkərlə su qarışdı. Mən suyu 100 dərəcədə qaynatacaq. Su buharlanır, qradusda şəkər qalır. Qalar, arsan. Həm də şəkərlə su daha dəqiq desək, kristallaşdırma ilə ayırma daha yaxşı. Fikir vermişsiniz, biz hər hansı bir suya çoxlu şəkər tökəndə, müəyyən vaxtdan sonra soğuyanda görürsünüz ki, onun dibinə qalır. Və yaxud variylə bişirəndə, rəbbə bişirəndə görürsünüz ki, bəzən xarlayır o. Fikir vermişsiniz, o xarlama nəyə görə baş verir? Soğuyandan sonra şəkər orada artıq ayrılır. Aşağı çıxdırırız, yəni kristallaşdırma, yəni o kristallaşır demək. Yəni kristallaşdırma və xromatoqrafiyasını ayırmaq olar. Yaxşı, növbəti sual. Məsəl üçün, ericisli qarışıqları göstərin yazın. Kükürtdən su, dəmirlə qum, qumla xromatoqrafiya tuzu, natrium hidroksitdən su, benzinlə su. Hansı olar səncə? Eyni maddələr. Eyni cinsli qarışıqlar. Yəni bir-birinə həll olmalıdır da. Benzin suda həll olur səncə? Xeyr, çünki benzində sıxlıq azlığına görə də yağ kimi qalır da bir qıraqda. Buyur. Natrium hidroksitdən su. İndi mən benzinlə qarışmır da su. Həll olur, amma gözdən görünür. Biz eynisli qarışıqları deyirik. Benzinlə su qarışmasa, nəsə, o siyasi. Sonra, bax, xorək tuzunla qumu necə ayırarsan? Xorək tuzundan, Duzla qum. duzdan, bunu mən də bilirəm. Duzdan. Bax, onlar bir-birlə də həll olurlar. Qumdur, xorək tuzudur, düzdürmü? İndi mən onları necə ayıra bilərəm? Bəlkə, bunların ikisi də bərk maddədirlər və bunları ayıra bilmirəm. Peki, bunları biraz su dökək içərisinə. Mən su töksək, Nə olacaq? Su töksək, mən duzlu suyla qum olur. Qum olacaq, ay sağ ol. İndi biz oradan qumu ayıra bilirik mi? Neynəsə qumu ayıra bilərik? Qumu nətə ayıra bilərəm? Biraz gözləyəndə su qum çökəcəkdir, yenə mən bunu 100 dərəcə qalsa yenə su buharlanıb, qırıqda olacaq. Yenə eyni şey aldım ki, sürədə Müəllim, birinci duzla qum qarışığına su əlavə edirik. O zaman duzla su həll olur, qum qalır. Qumu süzmə sulla ayrılır, çünki bilirik ki, həll olma qabiliyyətinə əsaslanır o süzmə suyu. Qumu ayırdıqdan sonra duzlu su qalır. O duzlu su da buxarlandırma üsuluna suyu buxarlandırıb duzla ayrılır, qumu da. başa düşdün. Bax, deyir ki, yoldaşımız, xorək tuzu ilə qumu. Xorək tuzu da həll olur, duzlu səmrə gətirir. Ondan sonra düzdürmü? Və burada qalır qum, yəni silisium olur ki. Həmən bu qum, deməli, biz iki dənə, bir mayedir, biri bərkdir, qumdur, düzdürmü? Səncə mayenin içərisində qumu necə eləmək olar? Bax, süzgəç düyünü suda necə edirsən, süzürsən belə, bunu da qumlu, duzlu suda, bunu belə süzgəç etməyə süzürsən, süzəndə bu tökülür, su tökülür, qalır qum, düzdürmü? Qumu ayırdı, qoydu qırağa. İndi duzlu suyu suya baxalım, duzlu suyu da buxarlandırırıq, Xarlanır və duz qalır. Okay. Düzdür. Müasir kitablarda belə bir şey var. Duzlu suyu distiller sularına ayırmaq olar. Amma bu vaxtı biz təmiz su alacaq, duz yox. Başa düşdünüz? Okay. Əyləş, Arxan. Seçədir. Sıra nömrəsi 1. Birinci yerdə dövrü istədi, birinci yerdə hansı element yerləşir? Hidrogen. Düz. Nüvəsi yükü artdıqca dövrlər üzrə
və qruplar üzrə atom radiusu necə dəyişir? Atom radiusu mən sabit qalır. Tamam, dəyişmir. Yox, atom radiusu necə Atom dəyişir? Dövrlər və qruplar üzrə. Dövrlər və qruplar atom. Mən metallarda bu da idi, metallarda soldan sağa getdikcə azalırdı, yuxarıdan aşağı isə artırdı. Qeyri-metallarda isə soldan sağa Yox, metal və qeyri-metallarda yox, ümumiyyətlə. soldan aşağı artırdı, yuxarıdan azalırdı, yuxarıdan aşağı getdikcə artırdı. Düzdür. Deməli, yaxşı. Metallın xassəsi necə baş verir? Metallın xassəsi elektronu verir, soldan sağa getdikcə azalır, yuxarıdan aşağı isə artır. Artıq, yaxşı. Deyə bilərsən, nəyə görə? Dövrü sistemi yuxarıdan aşağı doğru getdikcə metallın xassəsi artır. Metal xassəsi artır. Nisbə atom kütləsidir. Yox. Kim deyər? Göstərədir. Sual bir təcrübə. Nəyə görə? Qruplar üzrə və yuxarıdan aşağı doğru getdikcə qruplar üzrə metallın xassəsi artır. Və ona görə ki, nüvədən uzaqlaşdığı üçün onun atom verməsi əsaslaşır. Yəni atom radiusu böyüdüyü üçün daha dəqiq desək. Oldu mu? İndi. Yaxşı. Nüvəsi gücü artdıqca nüvənin hidrogenlə əmələ gətirdiyi uçucu birləşmələr və baş oksidlərin molekulləri necə dəyişir? Dövrlər üzrə nüvəsinin yükü artdıqca hidrogenlə əmələ gətirdiyi birləşmələr və baş oksidlərin uçucu birləşmələri molekulu necə dəyişir? Bax, məsələn, bax, dövrün cədvəlində neçə dənə qrup var idi? 8. 8. Düzdürmü? Neçə dövr var idi? 7. 1, 2, 3, 4, 5, 6, 7. Dövrlər bir də iri. Ay sağ ol. 1, 2, 3. Dövrlərdə qalanları böyüdürlər. Birləşmələrində birinci qrup RH tipli birləşmə əmələ gətirir. Yəni hidrogen bir variantlidir. Birinci qruplar neçə variantlidir uşaqlar? Ondan deyə bilərsiniz. Bəli. Birinci qruplar neçə variantlidir? Birinci qruplar neçə variantlidir? Bir variantlidir. Ay sağ ol. RH tipli, yəni bir RH. İkinci qruplar neçə variantlidir? 2. Ay sağ ol. Bu da bir variantlidir. Burada necə olacaq? RH2. Ay sağ ol. Üçüncü qruplar 3. Hidrogen neçə variantlidir? 1. Necə olacaq? RH3. Düzdürmü? Dördüncü qruplar neçə variantlidir? 4. Necə olacaq? 4. RH4. Ay sağ ol. Bura qədər asandır. Bizim problemimiz 5, 6, 7, 8-ci qruplardadır. Düzdürmü? Bura qədər əmələ gətirdiyi birləşmələr də əsasən necə olur? Bura qədər yox. Üçüncü qrupa qədər əmələ gətirdiyi birləşmələrdə hidrogenli birləşmələr uçucu olmayan. Uçucu olmayan nə deməkdir? Yəni bunlar metaldırlar da, düzdürmü? Natrium hidrid, kalium hidrid, bunlar metal. Yəni bunlar buxarlana bilmirlər, eləmi? Ayısın. Ona görə bunlar uçucu olmayan birləşmələr. Amma bundan sonra, 5-dən sonra, lövhə aydın düşünmüyormuşum. 5-dən sonraki birləşmələr artıq uçucu birləşmələrdirlər. Və indi bax, RH 5-ci qrupdan danışırıq. Uçucu, çünki bunlar qazınırdır, qeyri metallardır. 5-ci qrupdur. 5-ci qrupda maksimum molekullik 5-dir. Minimum molekullik necə olacaq? Minimum yenə 5 olur. Yox, əslində. Minimum molekullik necə təyin edirsən? Bunlar oktet qaydası demişdik, biz 8-ə tamamlanmaq. Düzdürmü? 5-ci qrupda 8-ə tamamlanmaq üçün nə qədər buna variantlar? 5 üstü 4 gələn 3 variant olmalıdır. Və bilirsən ki, hidrogen elektromənfiliyi zəif elementdir. Çünki biz demişdik, dövrlər soldan sağa doğru getdikcə elektromənfiliyi artır, düzdürmü? Hidrogen neçənci qrupda yerləşir? Birinci qrupda birinci dövrdə, düzdürmü? Gəlir 5-ci qrupda yerləşən element getdikcə elektromənfiliyi azalır. Və 5-ci qrupda artır da yazılsın. 5-ci qrupun elektromənfiliyi hidrogeninkindən çoxdur, düzdürmü? Biz özümüzdə güclü bir element görəndə həyəcanlanırıq, yoxsa yox? Həyəcanlanırıq, ay sağ olun. Özümüzdə güclünü görür, amma özümüzdə zəifi görəndə həyəcanlanmırıq, düzdürmü? Hidrogen daha zəif elektromənfi elementdir. Onda ona həyəcanlanmayacaq, çünki daha zəif olduğu üçün həyəcanlanma baş verməyəcək. Nəticə etibarıyla bu neçə maksimum yox, minimum molekulini göstərəcək. Biz məsələn özümüzdə güclü bir element görəndə həyəcanlanırıq, maksimum
maksimum potensialımızı göstərir. Amma özümüzdən daha zəif element görən, nəsə hidrogen elektromənfiliyinə görə 5-ci qrupda yaşayan elementlərdən zəifdir. Ona görə bu neçə valentli olacaq səncə? 3 yoxsa 5? Minimum. Minimum olacaq. Minimum 3. Az 3 Çünki olacaq. 8-ə tamamlanır. Tamamlanır. Hidrogende 1. Niyə minimum valentli göstərdi? Mən çünki 8-ə tamamlanması üçün mən Yox, niyə bilirəm? Okey. Minimum valentli 3-dür, o aydındır. Niyə minimum valentliyi göstərdi hidrogendən? Çünki hidrogen 5-ci qrupdakı elementlərdən elektromənfiliyinə görə yuxarıda yoxsa aşağı? Aşağı. Yuxarı. Yuxarıdır. Bəli, hidrogen aşağı olduğu üçün özündən zəif bir element gördüyü üçün həyəcanlanmır. Hidrogeni görəndə o həyəcanlanır. Çünki hidrogen elektromənfiliyi 5-ci qrupda yerləşən hər hansı azot olsun, fosfor olsun, hansı nə olursa olsun aşağıdır. Ona görə bu nə əmələ gətirəcəkdir? RH3. Düzdürmü? İndi baxırıq 6-cı qrupa. 6-cı qrup maksimum olacaq qrupun nömrəsi qədər. 6. Düzdürmü? Minimum nə qədər olacaq? 2. Ay, sağ ol. 6-cı qrupun elementin elektromənfili hidrogendən çoxdur azdır. Hidrogenin azdır. Çoxdur. Çoxdur. Hidrogeni görəndə özünün maksimum göstərəcək, həyəcanlanacaq, yoxsa yox? Mən xeyr. Həyəcanlanmayacaq. Necə olacaq? Mən o minimum 2 2 valentli olacaq. Bu da 1 RH2 oldu, düzdür? Görürsünüz burada hidrogenin valentliyi azalır getdikcə. Hidrogenlə birləşməsində elementin valentliyi azalır. Birində 3 idi, sonra 2 idi. İndi 7-yə baxın. 7-dən maksimum valentlik neçə olur? Mən 1. Maksimum. Maksimum mən 7. Hələ öz sayı qədər. Baxın, minimum nə qədər olacaq? Mən 1. 8-ə tamamlanması üçün 1. Sonra RH 1. Heç nə yazılmır, 1 olduğu kimi qalır. 8 qruplarda təsirsiz qazlarda onlar ümumiyyətlə birləşmə əmələ gətirdilər. Düzdürmü? Orada verilən sual budur ki, uçucu birləşmələrlə, bura qədər uçucu deyil. Metal. Uçucu metallar olduğu üçün. Amma buradan RH4-dən artıq CH4 metan qazdır. NH100 məsəl üçün 5-ci qrupdan qazdır. Sonra H2S qazdır. Məsələn, H4 qazdır. Karbon qazından getirib hidrogenin birləşmələrdən gedir. Karbon qazı CO2 bu oksigenlə olan birləşməsi. Biz hidrogenlə birləşmələrdən danışırıq. Düzdürmü? 5, 6, 7, 8 bunlar artıq qazlardır, doğru? İndi burada sual verir ki, orada üçüncü birləşmələrində getdikcə qruplar üzrə hidrogen elementlərin valentliyi artır yoxsa azalır? Səncə artır yoxsa azalır? Artan uçucu olmayanlardadır. Burada 1, 2, 3. Uçucu olanlarda Azalır. 4 valentli bu oldu. 3 valentli bu oldu, 2 valentli bu oldu, 1 valentli bu oldu. Necə azaldı? Azalır. Uçucu olmayanlar. Və oksigenlə birləşmələrdən baxaq. Oksigenlə birləşmələrində. Oksigen neçə valentlidir? Oksigen 8 idi. Oksigen 8 sıra nömrəsidir. Valentli neçədir? Molekul bir dəqiqə oksigen. Buyur Ayxan Bey. Yox, oksigenin valentliyi 6-cı qrupda yerləşirdiyinə görə 16 deyirsən. Yox, oksigen həyəcanlana bilmir. Niyə görə? Bu həyəcanlanır. Ona görə 2 valentli olur həmişə. Çünki onun 3D yarı səviyyəsi yoxdur. 8-ci qrupda oksigen. Düzdür? 2, 6, 4S2, yox da 2S2, 2P, 4. Düzdürmü? Bunun 3-cü səviyyəsi olmadığı üçün bu həyəcanlanıb gətirib elektronu verə bilmir. 3-cü səviyyə yoxdur. Fon elementlərində dövrün nömrəsi qədər qrup göstərmir. Yəni fluor, oksigen, azotda. Fluor maksimum 1 valentlik göstərir, oksigen maksimum 2 valentlik göstərir, azot maksimum 4 valentlik göstərir. Bir dənə istisna bu elementlərdir ki, qrupun nömrəsi qədər valentlik göstərmir. Qalanların hamısı qrupun nömrəsi qədər valentlik göstərir. Aydındır? Aha. İndi baxırıq. Oksigen, azot. Aha. Oksigen 3 valentlidir. Və 3-cü qrup elementləri neçə valentlidir? 3-cü qrup. 1 valentlidir. Sonra. Necə olacaq bunun valentliyi? Mən 3. Yox, 1, mən 1 olur. Burada valentlik tapmaq anlayışını mən sizə başa salım. Bu sırayla öyrənmişik. O, düzdürmü? Bu 2 valentlidir. Bu da 1 valentlidir. Burada ortaq 2 götürürük, düzdürmü? 2-ni bölürük 1-ə, eləyir 2. Doğrudur? Bəli. 2 ortaq 2-ni götürürük. 2-ni bölürük 1-ə, bura 2 yazılır. 2-ni bölürük 2-yə, burada 1 də yazılır. Aydındır? İndi 1 olmalı. Anımızda N2O. Düzdürmü? İndi yazır yenə oksigen. Oksigen neçə valentli oldu? Mən oksigen 2. 2 valentli, düzdürmü? İkinci qrup elementlər neçə valentlidir? 2. 2.
İkisi də ikidirsə, bura nə? Bir olmaz, indeksini heç Heçdə yazılır. Az. İndi gəlirik LO. Yaxşı yazan yoxdur bunların. Yox. O üç. İndi dördüncü qrupa baxırıq. 4 olur, R-nin üstünə. Olda mən Oksijende 2, düzdürmü? Necə olacaq? LO. Az, LO 2. Doğrudur. Beşinci qrup. 5-ci qrupla 5 olacaqdı, R-nin üstünə. Onun üstü mən 2 olur. Necə o 2, o 5. Düzdür. Yaxşı. 7-ci qrup, 6-cı qrup. Mən 6-cı qrup R-nin üstü 6 olacaqdı, onun üstü dəyişməyəni 2 olacaq. 2, 6, necə oldu? 6-nı götürürük ortaq baxırıq. 6-nı bölürük 2. L-O 3. Üçüncü olmayan birləşmələrdən baxırıq. Yəni, dördüncü qrupdan baxırıq da. Necə baş verdi? Valentin necə oldu? Artdı, azaldı. 5, 6, 7, 8 artdı da. Bəli. Bu qarışdı deyəsən, hiç düşmür. Səni yenə yazam. Hidrogeni başa düşdün də, hə? Bəli. Aha. Dürfəni yaxşı hidrogen görünür bir fayda. Şu an izləyənlər də görsün. Aha, bax. Birinci qrup. Birinci grupda, ikinci grupda, üçüncü grup, 4, 5, 6, 7, 8. Elə mi? Bəli. Birinci grup. İndi özün deyəcəksən. Neçə var eləyir? Mən R1 idi, mən oksigenisi 2 idi. Aha, necə olacaq? Ona görə R2 O. O, az. Aha, belə. Mən R-nin üstü 2 olacaqdı, O da 2 olacaqdı. Ona görə mən RO2 mən 2 olur da mən şey. Ortam iki götürsən, Mən 2 yazdım mən. Ay, 2 bölü 2 götürürüm. Oksigen 3 var. R üstü 3 olacaqdı. Üç, aha, üç. Orta mərhələsini mən 6 götürülürdü. Aha, altı Ona necə? görə mən 6 üstü 2 mən. R2, O, O3. O 3. İkiyə bölmür. Bəli. Dördüncü grup olanda Mən R üstü 4, O üstü mən 2 olur. Mən orta mərhələsini götürülür, mən 2 götürdüm. Mən 4'ü 2'ni böl 4'den bölmək olur. Tam rəqəm. 4 gibi. Ben 4 4 bölürük 4'ə, 4 bölürük 2'ye. Ben 4'e 2 bölmeli 2 var. Ay, sağ ol. Sonra Sonra ben Beşinci grup. R'nin üstünden olur 5. Aha. Ben onun üstü olur 2. Ben 2'yi 5'e bölme olur diyene ben ona göre 2 yazdım. 10 götürürük da, 10 götürürük, 10. 10 Onu 5'e bölə 2. 10 2'ye bölme 5. Düzdür mü? Ben Oksigen. R 6. grup, 6. 6 grup. Aha. Onun Oksigen üstü 2. 2. Ben 2'ne 6'ya bölme olur diye ben 6'nı götürürük. 6'nı ben götürüyorum. Ben 6'nı 6'ya bölme 51. İndeksleri yazımı 6 da 2 bölme 53. Görmem 7. grupta R'nin üstü 7, onun üstü ise 2. Orta mühendislik iş götürülmüyor. 14. 7, 14, 57. R 2, ben bu içini 17. 17. Az oldu. 8. grupda birləşmələ gəldi. İndi bax, 4-cü qrupdan bir tərəfə. Bunların valentlikləri, elementlərin valentlikləri artır yoxsa azalır? 5 valentlik, 6 valentlik, 7 valentlik. Artır ben. Hidrogenin birləşmələrdə azaldı, amma oksigenin birləşmələrdə artmadı. Onu göstər, onu soruşurum. Ben. Aydındır? Əyləşəcəm.